Qonağımız var. Qonağımız Fanatlar, kimdir? hazır olun. Bəli, fanatlar hazır olun çünki buranı coşduracaq. Bütün elə cahana işıq saçacaq. Səsdən, küydən evdə otura bilməyəcəksiniz. Niyə? Çünki televizorlarınızın səsini maksimuma qoyuruq və biz Röya Ayxanı qarşılayırıq özəl ifası ilə. Ay, həqiqətən də dediyim kimi səsli, küylü, atəşfəşanlı. Xoş gəlib səfa gətirmişsiniz. Təşəkkür edirəm. Bizim Respublikamızın əməkdar artisti Röya Ayxan. Çox sağ olun. Səsli, küylü gəldi özdə. Təşəkkür edirəm. Sabahınız xeyir olsun. Enerjili bir gün başladı. Düzdür, biraz gecikmişəm, tez. Eyb etməz, yaxşı. Amma yerində, vaxtında gəldim. Olar, əməkdar artistə gecikmək olar. Xüsusilə də Hakana təşəkkür edirəm mahnıya görə. Çoxdan da oxumurdum, ürəyim istədi, oxudum. Yaxşı elədin və eyni zamanda bugün səni özəlliklə qarşılamışıq. Bilmirəm, mürəbbəni sevirsən yoxsa yox, amma Həmidimiz bunu özəl olaraq hazırladı ki... Daha çox qəndlə çay içirəm mən çox vaxt. Ya 75-60% şokoladla, ya da mürəbbə ilə. Onu əncirdir, çiyələkdir, ağ gilasdır. Ağ gilasda fındıqla yeyirəm. Bu arada çiyələyi onda tutuzdurmuşuq. Siz vəbşə beləsiz, siz yaman tutuzdurursunuz ha. Siz beləsiz. Ailəmizin kanalında, ailəmizin Xəzərində həmişə səni görməyi çox xoşuq, çox məmnunuq. Və əminəm ki, sən bizim kanala gələn zaman istərsiniz özünü evindəki kimi hiss edirsən. Çünki qapıdan tutmuş, içəriyə daxil olana Çünki bütün ailəm buradadır, ona görə. Bəli. Bir də çox yaxın yaşayıram, yaxşıdır mənim üçün. Gəlib düz qapının ağzında bir ev tikdirim burada. Fikir deyiləm. Bəlkə elə Xəzərin yanına köçəsən? Xəzərin yanındayıq da biz. Bu tərəfdə Xəzər, bu tərəfdə dəniz, sevgi, məhəbbət, mağazin verilişi. Açıqlamalar. Açıqlamalar elə bugün çox olacaq. Bugün yeniliklər çox olacaq. Çünki bugün mahnı yenilikləri var. Olacaq. Dünənləri bu arada Prime Time saytına təşəkkürümü bildirmək istəyirəm. İşdi, gecə bir dənə məlumat partlatdılar. Çünki gecə mən də Instagramda paylaşdım. Belə çox sevmirəm də demək ki, falan yerə gedirəm. Məsəl üçün paylaşırlar. Baxın mənə, falan yerə gedirəm. Bəlkə yaxşıdır mən, amma axşam uşaqlar deyir ki, denəm, fanlar var, yatır, dursunlar. Mən saat 9-da duram, siz niyə yatırsınız? Niyə yatırsınız axı? Eyni zamanda nəzər çatdım ki... Çünki saat 8-də mənim oğlum, bilirsiniz, at necə belə ritmdədir. O otaqdan duran kimi hər səhər bir dənə gəlir, dan qapıdan girir içəri, mən gözümü açıram. Məcburam oyanmağa. Üstümə tullanır, amma bəlkə məktəbə getməyim, mən baxıram, gedəcəksən. Hər dəfə də alladıram. 3 gündən sonra getməzsən. O da 3 gündən sonra 16-cı gündür. 16-cı gündür. Bir onsuz məktəb yoxdur deyim, 2 gün. Onu göndərmişəm, hal-hazırda Moskvadadır, gəzməyə gedib nəyəsi ilə. Çünki istirahət, qış tətilləri başlayıb da artıq. Bəli, gəlsin. Bir gün sonra da mən gedəcəm. Odur ki, sən efirimizə gələndən sonra gedirsən də onda o zaman. Bəli, sabah. Sabahdan artıq uçursun. Çünki bilirik, bu günləri bizim... Bu günlərdə bütün incəsənət adamları oradadır. Bəli, çünki bu günləri... Amma mən oraya getmirəm. Yaradıcı insanlarımızı yola saldıq. Kənan Bayramovu yola saldıq, Nəsib Nuru yola saldıq. Səhər-səhər artıq vidalaşdıq, sağ-salamat. Yaxşı yol da arzulamaq istəyirəm onlara ki, inşallah yaxşı xeyirli uçuşlar. Onlar orada çatıblar. Onlar samolyotda qabaqda oturublarsa çatıblar. Çəkiblər mütləq. Və eyni zamanda əlbəttə dərin təşəkkürümü bildirmək istəyirəm Röyəyə. Niyə? Çünki keçən həftə bizim verilişimizin bir rubrikası var idi, Ulduzlu Uşaq. Və gördüyüm qədər, qoy mən sənin üçün yaxın eləyim. Onu biraz çəkdə, ürəyim partladı. Hər şeyi qoyublar, amma qıraqda. Buyur, yaxın qoyuruq ki, ürəklə. Dünən bir rəfiqəmin evinə getmişdim. Hər şey düzmüş stolda. Balaca bir şey yedim. Masada hər şey olanda adam bilmir hardan başlasın. İndi sizə yeməyə qoyublar, qırıq-qıraq. Yəni, baxa bilərsiniz. Və eyni zamanda qeyd edəcəm ki, balaca bir reklam olsun deyim. Çünki keçən həftə Röyanı bizim Ulduzlu Uşaq rubrikamızda Samecik diqqətini cəlb etmişdi. Təşəkkür edirəm ki, paylaşım elədiniz və bizə də Samecik tərəfindən zəng vurdu ki, ay nə gözəl, Röyanı mən görsəm öpmək istəyərim, deyirəm artıq öpmüş qədər var. Biz ondan butada 31-i haradası tanış olmuşuq. Çox adamlar küsür şəkilə görə. O uşağın da çox arzusudur. Unutmamışsınız ki. Bu da reklamdır da. Reklamı heç unutmaq olar. O zaman qısa bir reklam fasiləsinə ayrılırıq, izləyək. Daha sonra maraqlı söhbətlərimizlə Röya Ayxanla bərabər Oyan Azərbaycanda. Bəli, Röya Ayxan bizim efirimizin qonağıdır. Röya ilə reklamlardan da qabaq ondan danışırdıq ki, birinci təşəkkür etmək istəyirəm ki, Ulduzlu Uşaq rubrikasının biraz PR ilə sən də məşğul oldun. Düzdür, çünki balacanı sevdin orada, körpələri sevdin. Çox sevirəm. Addən də şəkil çəkdirməyi də sevirəm, yəni onlarla. Böyüklər daha çox mən görür. Amma uşaqlarda bir şey var, deyirsən bir-bir gəl, birdən gəl. Hə, hamısı birdən istəyir. Oğlanla çəkdirdim mən,
Düşünür ki birinə az çatar da, o mənim yəqin. üçün Öpüş birinə az hədiyyəylə çatar. gəldi. Başa düşdüm ki, məni çox sevir. Ümumiyyətcə, bilirsiniz də, Azərbaycanda daha çox uşaq mahnısı da oxuyan mən olmuşam. Adlarla bağlı. Bugün də sənə təzə mahnı ilə gəlmişik. Adı da çox qəribədir ya, bu arada. Mən deyirəm, o mənim çox yaxın rəfiqəmin, bir 15 illik hardasa. Rəfiqəmin qızıdır. Yəni, əsl adıdır da bu. Hə, onu xoşbaxt görsünlər. Elə Rəşad özü də, Gülü özü də, maşallah. Qıza deyirəm ki, bunu necə çağıracaqlar? Deyirəm, Mira, amma doğrudan yaxşıdır. Məsəl üçün, mənim anam mənim adımı qoyub Röyalə. Özüm deyə bilmirəm, hamı Röya çağırır. Deyirəm, az oraya yazdırardın Röya da. Deyir, məni orada adımı yazdıranda güldülər ki, ansambl adı qoyursan qızıva. Amma anam da Niyamətli Musayevin çox fanatı olub, sevib. Bir sözlə, bu ildə biz Mirasuel adlı mahnını Miralar hamısı özünə götürsün də. Mirasuel deyirik. Çox ritmikdir, Pərvizlə işlədik. Sözləri kimindir? Yadımdan çıxdı. Hamı yatır, onsuz da mənimkilər yatır. 10 dənə köməkçi var, ancaq işləri nədir? Qardirobda yalandan ayaqqabını tökürlər, tozunu silirlər, yerinə qoyurlar. Mahnının sözlərini soruşur kimə məxsusdur? 6 ay. 6 ay çox sevdiyim, sən yəqin tanıyırsan, dostumsan, yoxsa sevgilim, onun ürəyinə söz yoxdur. Təşəkkür edirəm ona ki, dostumuzun balasını o cür təsəvvür eləyib. Uşağı o görməmiş, alagöz, sarışın, bunlar hissiyatdır da, yəni. Səndən görək, dedilər, ailə qurumuz. Ki, oğlum var da. Qızım yoxdur, qızdan görək. Qız, mən oğlan sevirəm. Mən də, nə yalan deyim. Qızı sevirəm, bilirsən necə, belə geyindirim yubqasını, məsəl üçün bantını taxım, amma məncə mənim qız böyütməm çox çətin olar. Deyirəm, kişilərə olan sevgimizdən irəli gəlir. Bizim bəylərlə artıq əlaqəmiz yaxşı tutur, yəni münasibətimiz yaxşı tutur, onun ki, bəyi sevirik. Amma kimin balası qızı var? Hamısı xoşbaxt olsun, çünki özüm də qızam. Bugün Mirasuelə həsr etdiyimiz mahnını ifa edirəm ilk dəfə. Elə sizin radioda da təqdim edib çıxıb gedəcəm. Xoşbaxt olsunlar, ailəlikcə. Çıxıb həmişəlik getmirsən də, yəni qayıdır. Həmişəlik getmirəm. Yox. Gözlərin, Allah gözlərin
gözəl verdi Allah. Güneş saçların, saf baxışların səni nə gözəl verdi Allah. Ara gözlərin, bal sözlərin səni nə gözəl verdi Allah. Güneş saçların, saf baxışların səni nə gözəl verdi Allah. Ara gözlərin, bal sözlərin səni nə gözəl verdi Allah. Aman Allah. Bütün ulduzlar işləyib. Hakan Erol da edib aranjman. Elə orada da yazmışıq. Ritm gözəldir, görürsən. Demək ki, mən nə Sümükləri oynadır bu Mən arada. nə qədər ada mahnı oxudumsa, yazırlar hərdən toya gedəndə işə. Ayan, Fərəh, bir-bir gəlir də. Baxıram, durum, ay Allah. Başa düşürəm ki, orada ritm artıq sözünü deyib. Orada mahnı sözünü deyib. Allah hamının balasını saxlasın. Mənim də bir dosta başqa cür hədiyəm ola bilməz. Yəni, nə bağışlayasan, əgər bir qız ailə qurub və Əlbəttə. çox gözəl balası var, ancaq mahnıdır. Və eyni zamanda çünki uşaqlarımız bizim sevincimizdir, uşaqlar bizim gələcəyimizdir deyirik. Və elə buradan bizim Həmidimiz məndən balaca bir xahiş elədi. Canlı efir vasitəsi sözü ala bildin, Röyadan canlı efirdə ala bilərsən. O nə sözdür? O demək ulduzlu uşaq rubrikasına başlayır. Və həmin rubrikaya sənin balaca balavı da çəkmək istəyir. Ha Hüseyni, 3 dildə danışacaqsan oynan. Hətta 4. Deyim sənə nə? Deməli, nənəsi ləzgidir. Əzbər bilir artıq, o telefonla danışanda ona deyir ki, mən bildim sən nə deyirsən, məni rayona aparmayacaqsan. Deməli, ləzgi dilini bilir, rusca danışır, Azərbaycanca tam öyrənib. Hətta dünən yox sırağa gün 4 alıb, dünən hirsindən gedib yenə də imtahan verib ki 5 alsın. Artıq gül almaq istəyirsən, hə Röyanı? Şirinlik edirəm. Bax, şirinlik edir. Şirinlik Bu edir. EBV-dən Elnur şəxsən Ay, təşəkkür edirəm, çox sağ olun. Ver mənə gül boyu. Bizim yerli, belə desək də, özümüzün pink aksesuarız. Çox Çox glamur bir Dünən hədiyyə seçmişik. gecə-gecə sənin üçün seçib, bunu özəl seçib, özü seçib özdə. Qəşəng rəngdir. Əyləş. Son dəbdə. Qəşəng rəngdir. Dünən axtara-axtara ki, görürsən Röya hansı rəngi sevəcək dedim. Hüseyni çəkmək istəyir. Deyirəm də, bir də İstəyirsin ingiliscə. canlı efirdə. Bilirsən, o 2 yaşından bağçadan artıq 2-ci sinifdə oxuyur. Qoydum onu ingiliscədə. Həm biraz dili pəltəkdir, şirindir, tam, yəni o, bütün imtahanlardan keçirdirəm. Fikirləşdim, bu niyə? Çünki o dilə çox oxşuyur, oturur. Bir də mənə oxşamadı dil barəsində. Çox şükür ki, atasına oxşayır. Onda Həmidi göndərək dillər Oxumaqda öyrənsin. zətdə. Məni döyürdülər çünki heç nə oxumurdum. Sən Hüseyni çəkmək istəyirsən. Yaxşı, gətirəndə... Instagramdan çünki baxıram, çox maraqlı fikirləri var. Hətta ingilis dilində Yox, mən ona deyirəm, bilirsən, onunla kim danışırsa, deyir, bu uşaq deyil. Çünki mən onunla uşaq kimi danışmıram. Mən çox sevdim bir sansı, o mahnı oxuyanda oxuyuruz, rus dilində sən çaşır, dedim, mama. Çünki sözlərlə mən nə bilim belə mahnı seçiblər bunlar. Bax elə ona görə balaca Hüseynimiz əminəm ki, bizə Özü orada deyirəm ki, Naçəmi yəni splü, orada nənə yatmıyor, bax, mən yatmışam. Orada özümə baxır ki, yəni sən haçan yatmamısan? Amma yox, amma 40-ına qədər yatmamışam. Vallahi bir dəfə də hətta əlimdən düşüb yerə. Bilirsən necə sıxmışam bağrına. Dedim ki, ona göm-göy göyərdi, baxıram üzündəki nəfəs gəlmir. Dedim, əgər bir şey olsa, mən atıram özümü balkondan. Yəni, mən qapıdan çıxıb deyə bilmərəm ki, getdi. Yəni, ona görə 40-ından sonra dedim ki, qurbanım, bizə çox yaxşı nənə lazım. Və mənim bəxtim nənələrdən çox qəşəng gətirdi. Yaxşı 1 yaşına dayı qədər tapmaq çox çətindir. Lala xan baxdı onu, heç xəstələnmədi. Sonra da Solmaz, onlar heç də, onlar elə bir ki, mən deyirəm, siz ər-arvadsınız, mən evə girirəm sakitcə, bunlar dava eləyir. Bunlar ancaq səhər 8-dən danışırlar da bunlar. Bax elə danışa-danışa sosial şəbəkələrdə necə ki maraqlı, bax Həmid bayaq qeyd elədi ki, sosial şəbəkədə də artıq böyük bir izləyici kütləsi var, auditoriyası var. Hətta Çünki rayonlarda o da qabılı blok deyilir. elətdirmirəm, hamısını başa salmışam ki, çox olmaz. Çünki orada gedir atası gilə, bacısını paylaşır, nə bilim, ürəyi istədi, bir də görürsən kimsə ayaq yoluna girib, qıraqdan çəkir, qoyur ora, Solmaz tez girir, pozur. O, hələ onun elə yaşıdır ki, belə çılğın. Ona görə çox suallar vermə ona. Bu arada sosial şəbəkələrdə izləyicilər var ki, bəziləri bizim Facebook rubrikasında həmişə aktiv olur, diqqətə çarpır. Gəlin qısaca olaraq onu izləyək və biz də burada bir balaca nəfəs dərək.
Bax elə buradan isti Röyəyə gözəl bir hədiyyə gəlib, gül çələngi gəlib. Hansı tamaşaçıdan idi? Elçin bəydənmi? Yox, Ceyhun. Ceyhun bəy Ver oxuyum, ver özəl bir oxuyum. məktub da gəlib. Oxuyaq, açaq oxumayaq. Oxuyaq. Nə yazacaq, nə yazacaq? Yazacaq, sevirəm də yəqin. Hadi başqa nə Aşk yazacaq? elan eləyəcək. Evlənək deməyəcək ki. Deyir, Ola bilsin. satan satıb, allanan alıb. Ceyhundan dəyərli sevgilisinə hədiyyə. Hədiyyə. Sabahın xeyir olsun Röya Ayxan. Sevgilisinin özü dırnaqda yazıb ha bu arada. Bilməm dırnaq arası Çox sağ sevgilisine ol, demək Ceyhun. istəyib, yoxsa necə? Təşəkkür edirəm. Bax Buraya elə- heç kim gələ bilmədi, amma belə sevgisini Səhv. bildirirlər. Amma bu arada deyim ki, dünənləri sosial şəbəkələrdə, xüsusilə də bizim Xəzər səhifəmiz Instagramda bizim Rasim ağlayırdı gecədən ki, fanatlar mənə yazır Təzə ki, çıxıb bu buraxacaq Instagramda çəri yoxsa yox. canlı bir şey. Mən ona qoşulmayacağam. Çünki mən belə muhattab olmaq istemiyorum. Hamısını sevirəm, onlar da məni. Onsuz da bilirsiniz necədir? Əvvəl bir Instagram olmayanda. Hətta bugün onların konserti də Ekiz bacılarında. Onlar bütün bir 10 ilin ardısı. Hamı fanatlar olar. Gəlirdilər qapının ağzından, qapını açırdım, buz kimi, blokda kim, qardı donub. Ki mən oradan düşüb gedəndə məni görəcəklər. Bu Instagram çıxdı, vəsyo. Zırt, bitdi. Onunla da bizdə yox, bütün dünyada Sosiallaşdı. artıq onlar üçün çox rahatdır. Bir tərəfdən baxıram ki, məsələn, onlar soyuqda gəldilər, dedim, məktəbə getmək lazımdır, xəstələnəcəksən, o yaxşıdır. İndi canlı mən qoşuldum. Bir-iki dənə salonda qoşuluram, məsəl üçün, sevdiyim dostlarıma, İndi makiyaj fanat və olmaq s. rahatdır, yox? Fanat olmaq çox rahatdır. Çox rahatdır. Amma fanat başqa şeydir. Onu sevmək tam başqa şeydir. Ona görə mən açım canlını nə danışacağam? Biri ora bir dənə şey yazdı. Mən də dəli adamım, dedim. Özümü saxlaya bilmədim. Olmur ona görə. Bəli. Amma nə olur? Sevgisini musiqi ilə biruzə etmək olur ki, bəlkə növbədə bir vaxtına Bu il başladı, siz bilirsiniz, Vaqif Gərazədədən Bəli. sözləri Teymur müəllimə aiddir. Onlar neçə ildir işləyirlər. Qadın adlı mahnını ifa etdik. Hekayəsini deyim. 2008-ci ildə o mahnını mənə yazdı. Mən baxdım, dedim ki, qoy qalsın birazdan oxuyum. Dedi, niyə? Dedim ki, mən onu hiss etmək istəyirəm də tam. Çünki elə bir qadın var orada. Başqa qadındır o sözlərdə. Mən ailə qurdum. Yəni, bir neçə ildən sonra ayrıldıq. Vaqif müəllimə dedim ki, indi o mahnını oxuya bilərəm. Vaxtıdır, çünki bir çox şeylər var ki, sən onu artıq uzaqdan izlədin və mən istəmirəm o qadını da səhv etsin. O da onu uzaqdan izləsin istəyirəm. Bu ildə maşallah bütün dünyada olduğu kimi Azərbaycanda da qadına şiddət daha çox başlayıb. Düzdür, çox sevmirəm o Instagramda qadınların burasından qan axır, düzəldilər qrimlə. Yəni, çünki biz o qədər də vəhşi millət deyilik. Yəni, ola bilər də, davalar, indi əl qaldırmalar, amma o qədər də deyil. Yəni. Onu göstərmək də heç lazımdır. Çünki qızlar var, oğlanlar var. Elə bir sən təqibat aparırsan da buna doğru. Mən inanıram ki, Azərbaycan qadını çox güclüdür və bütün ailəsini çiyində aparır və yaxşı kişini də qadın kişi edir. Bugün çalışıram ki, Hüseyin yaxşı adam olsun, yaxşı məktəbdə oxusun, Azərbaycana bir xeyri olsun. Çünki hər bir bəyi, hər bir xanımı dünyaya gətirən qadındır, anadır. Bəli. Bax, elə cənnət də onun ayaqları altındadır. Ona görə bir qadının səhvindən söhbət edəcəm. Edək. Buyurun. Yandım içimdə, yandım. Yad sahildə dayandım. Bir gün istivamda, bir gün sensiz oyandım. Külə yolu bəsmədim, yollarını kəsmədim. Yalnız deyil bəs nədir, əl üzülən qadın. Ananı çox sevirdim, səni dünyaca sevən anana qısqanırdım mən.
Acını sormayardım mən sənə can deyən ay bacına qısqanırdım mən. Sadiq dostunu belə, sadiq dostunu belə, dostun səbirli dostu bir gün səndən ayırdım. Sən məncə var duyan, bəs sən indi hardasan? Ey, sən eləsən mən buyam, bəlkə indi dardasan. Sənin günahın nəydi, yaman xətrinə deydim, kaş geriyə dönərdin, hisslərini öpərdim. Ananı çox sevirdim, səni dünyaca sevən anana qısqanırdım mən. Acını sormayırdım mən sənə can deyən ay bacına qısqanırdım mən. Ey sadiq dostunu belə, sadiq dostunu belə, dostun səbirli dostu bir gün səndən ayırdım. Külə yolu bəsmədim, yollarını kəsmədim, yalnız deyil bəs nədir, əli üzülən qadın. Ey ananı çox sevirdim, səni dünyaca sevən anana qısqanırdım mən. Acını sormayırdım mən sənə can deyən ay bacına qısqanırdım mən. Sadiq dostunu belə, sadiq dostunu belə, dostun səbirli dostu bir gün səndən ayırdım. Mahnını ifa edəndə mənə dedilər ki, qadınlar səni döyəcək. Çünki sən onları qorumamısan, sən bir qadın səhvindən danışmırsan. Deyirəm, bu var. Çünki mən əvvəl, məsəl üçün, qınaya bilərdim qaynanaları. İndi mənim oğlum var, başqa cürdür. Yəni, onu qısqanmaq barəsində deyirəm. Mən indidən düşünürəm ki, o kimlə evlənəcək, hara gələcək, kim sevgilisi olacaq, harada yaşayacaq. Bir də mən qoydu getdi. Başa düşdüm. Və eyni zamanda sənə söz Və belə problemlər də vardı. Daha çox oğlan anasını sevir, işləyir, pulu gətirir, anasına verir, qadın əsəbləşir. Amma illər keçir, o qadın özü ana olur, yenə də o şeyi gözləyir. Eyni hissi. Və eyni zamanda düz deyirsən ki, və hal-hazırda 70 yaşlı bir Lüdmila xanım zəng edib. Nə deyib? Sərvər de gəlsin. Maşallah, 70. Və qeyd edib ki, Lüdmila xanım ki, əksinə Röyanın oxuduğu musiqi əsl elə qadını təcəssüm edir. Təşəkkür bildirib. Təşəkkür edirəm. Ekran qarşısında əyləşib 70 çoxları yaşında. mahnını oxuyan, radiolara verən dedi ki, belə sözlər deyəndə mən belə biraz əsəbləşirəm. Bu hit deyil, bu, deyirəm, bu gəlinlə bəy üçün oxumaq mahnı deyil. Yəni bunu nə məclisdə oxuya bilərsən, bu sırf efir üçün, bu sırf qadın üçün, radio üçün. Ona görə də bütün efirlərə, radiolara təşəkkür edirəm. Onu səsləndirirlər, çox səsləndirin, yəni çox. Və eyni zamanda Bir də səsim də orada başqada. Vagif müəllim məni trioda necə oxutdururdu, eyni şeyi də oxutdurub mənə. Və eyni zamanda dünənləri sosial şəbəkədə bir şəkil paylaşdıq ki, kimin Röyəyə maraqlı bir sualı varsa yazsın və biz burada səsləndirək. Sualın cavabını alaq. Eyni zamanda suallar çox idi, amma bəzilərini seçdim və xoşuma gələn biri oldu ki, bir dinləyicimiz Qızıl Gülrəhimova soruşdu ki, Röyə xanım hansı sualı istəyər ki, jurnalist ona versin? Verməyəcəyi yox, verdiyi sual. Yox, elə bir şey yoxdur. Bu saat biraz belədir jurnalistlərlə mənim aram. Əslində düşünmürəm ki, səhv etmişəm, səhv yoldayam və inşallah hamısı bunu yeri gələndə günlərlə, illərlə başa düşəcəklər. Biz bir-birimizə çox lazımıq. Yəni, kəsib atmaq olmur, dırnaq ət məsələsidir, jurnalistlə bir incəsənət adam məsələsi. Yenə də inanıram ki, bu il bütün münasibətlər yerinə oturacaq, çünki bu il də böyük proyektlər var. Orada olmadı, burada oldu. Məsəl üçün, mən toyu eləyəndə 2008-lərə gedəndə
dostlarımın yarısını yadımdan çıxmışdı. Öz doğma dayımı çağırmamışdım toya. Səhər durdum, şəkillərə baxdım, dayım yoxdur. Anam deyir ki, deməmsən. Deyirəm, mən demədim, sən deyərdin. Kim soruşursa deyirdim ki, ikinci səfər gedəndə çağıracağım. Yəni, zarafat elə də olacaq biraz. Bu arada soruşurlar ki, Röyanı kim kəşf edib? Vaqif Kərəzadəyə. Röyanı Allah rəhmət eləsin, Sərvər Şahbəyli kəşf etdi. Nə qədər qorumaq istədik, alınmadı. Ruhu şad olsun. Və Röyanı, bilirsiniz, Röyanı ümumiyyətcə qadın edən Vaqif Kərəzadə olub. Odur. Bugünə qədər də eyni addımdır da. Bir dinləyicimiz, izləyicimiz var, zəng edib, çox həyəcanlıdır və çox xahiş etdi ki, ürək sözünü canlı efirdə səsləndirmək istəyir. Buyur, Səvər, qoş görək, kimdir o səsləndirmək istəyir ki, hansı ki, səhər-səhər durmayıb. Səvər. Abbasdır. Ha? Məryəmdir, uşağın adı Məryəmdir. Məryəmdir, o danışmır ki. 5 yaşı var və deyir ki, mən Röya ilə danışmalıyam. Məryəm, mən səni öpürəm çoxlu. Nətər, salam. Biraz enerji ilə, sabahınız xeyir. Pozitiv olun. Alo. Təşəkkür edirəm. Təşəkkür edirik. Alınmadı, eyb etməz Sərvər, təşəkkür Mən edirəm. uşaqları çox sevirəm, amma ağlamaqlarını sevmirəm. Məsəl üçün, mən Hüseyni balaca vaxt heç aparmamışam. Böyüdü, ondan sonra özümdən götürdüm. Onda da Hacı Nuranı özümlə daşıdım. Bəli. Sabah bu arada onun ad günüdür. Təbrik edirəm. Hacı Nuranı götürdüm özümlə Fransaya. Dedim ki, sən Allah gəz bu ilə. Həm yekələndən sonra artıq dislayent deyirdi. O çiretlərdə deyəndən sonra da demir. Yəni, uşaqla yol və s. Bax, indi məsəl üçün xanım istədi ki, söz desin, ancaq birinci uşağın ağlamağını göstərdi bizə. Bəli, həyəcandan və danışa da bilmək. Əlində ovucunda qalsın. Deyir. Və Amin. eyni zamanda nəzərinizə çatdırır ki, bu yaxınlarda Röyanın çox gözəl bir konserti olacaq. Olacaq? Moskvaya uçuruq. Hara uçuruq biz? Moskvaya gedirik. Martın 10-u. Bəli, çox Martın az qaldı. 10-u, bəli. Konsertə hazırlaşırıq. Samirə xanım, bilirsiniz, təşkilatçı. Yəni, o 2-3 dənə müğənni sevir. Elə onlarla da işləyir. Elə düz deyiləyir. Bizə təşkilatçı rahat olmalıdır ki, mən bir şeyə pul qoyuram, konsert verirəm və mən bundan qazanc götürəcəm. Heç olmasa götürməsəm belə yerində olacaq hər şey. Məndən də qazanc götürmək olmur, çünki o qədər bahalı şeylər oraya gətiririrəm ki, mümkün olmur onu eləmək. Martın 10-u inşallah gözləyirəm sizi. Musiqi Heyət ZH qrupudur məncə. Adları elə gedir də, Bəli, ZH ritm qrupu. Zamik də tutuzdurub ha. Bəli, ZH ritm Görürsən, qrupu. birazdan sonra orkestr olacaq maşallah. Zamiqin orkestrini götürmüşəm özümlə. İnşallah çox qəşəng, maraqlı bir. Təzə mahnılar da olacaq. Bir də məndən maraqlı olur da. Məndən soruşurlar nə şou? Şou deyirəm mən. Şou özü, Şou bəli. yəni mənəm, özüməm. Enerji ver, enerji. Və bu enerjini də almaq üçün bizə nə gərəkdir? Əlbəttə, musiqilər gərəkdir ki, növbədə bir mahnı gəlsinmi? Növbədə nədir mahnı? Pozitivə köklənəkmi? Yox, pozitiv dedi qız. Nə gəlsin? Pozitiv istəyirik, Reklamı yoxsa... unutmamışsınız ki. Reklama, onda o zaman biz unutduq. reklama keçək, qısa bir reklamı izləyək. Ona görə gəlin görək ki, Röya daha sonra, reklamdan sonra nə ilə isti-istisi üçün gələcək. Reklamlardan sonra. Dünyanın dərdinə, minə sapına hər dəfə qatlanan, yanan ürəkdir. Olub keçənləri, yaşananları bir-bir yada salan anan ürəkdir. Dünyanın dərdinə, minə sapına hər dəfə qatlanan, yanan ürəkdir. Geçenleri, yaşananları bir yada salan anam ürəkdir. Sabaha çok büyük ümidle bakan,
keçənləri, yaşananları bir yada salan anan ürəkdir. Dünyanın dərdinə, minə sabına hər dəfə qatlanan, yanan ürəkdir. Olub keçənləri, yaşananları bir yada salan anan ürəkdir. Sabaha çox böyük ümidlə baxan, çaylar tək güllayan axan ürəkdir. Sabaha çox böyük ümidlə baxan, çaylar tək güllayan axan ürəkdir. Çalış ki sən onu itirməyəsən, insana son ana qalan ürəkdir. Çalış ki sən onu itirməyəsən, insana son ana qalan ürəkdir. Ürəkdir, ürəkdir. Elə səhnədə öləcəm deyəsəm. Allah Çünki eləməsin. ürəyim o qədər döyünür. Deyirlər, ürəyim də ağzımdan çıxacaq. Elə bir pilləkanları bir 9 mərtəbən 3-4 dəfə qalxıb düşmüşəm. Bax elə ona görə sevirlər də. Bu, Çünki mahnıları yaşayırsan. Hikmət müəllimə aiddir mahnı. Nailə xanım yenidən onu. Yəni təzə mahnıdır. Hələ radiolarda yoxdur. Aranjmanı Emin Kərimi New Yorkda yaşayır bilirsiniz, orada etdi. Mən ondan razıyam. Hər şeyi ürəyimizə salırıq da biz. Yaxşı. Pis şeylərdən ürək tək yormuruq. Biz onu yaxşıda da həyəcanlandırıb yoruruq. Amma həmişə döyünsün. Və eyni zamanda bilsən niyə görə səni çox sevirlər? Bunu həmişə sənə deyiblər. Bircə onu deyəcəm ki, Bir onu deyəcəm ki, ürək geyinmişsiniz. çox pis döyünür. Yaxşıdır, yaxşıdır. Ürək həmişə var, musiqilər var, ifalar var. Çünki bu ifaları yaşadırsan. Təşəkkür edirəm. Yaşayırsan. Bu mahnını da yəqin ki, sevənləri olacaq. Arada deyirlər, niyə söylə ki? Arada deyirlər, niyə söylədən oxumursan? Niyə məsəl üçün sənin əmnən? Hər gün insan dəyişir, ətri dəyişdirirsən sən. Stil dəyişir. Eyni mahnıda qala bilməzsən. Mən ona görə onlara deyirəm ki, bunların, yəni, o sözləri mənə deyənlərə deyirəm ki, bunun 100% arzuları yoxdur. Çünki o davam eləmək istəmir. Biz Sonar Sarıqabada ilə bilirsən, duetə hazırlayırıq. 4-cü aranjmandan çıxır. Nədir? 2-3 ay keçir, deyirlər, yox. Bu ritm artıq köhnəldir. Bu ritm artıq köhnəldir. Bizdə amma eyni ritmi istəyirlər. Eyni mahnını istəyirlər. Bəyəm, sevgi dəyişmir. Adam bir dəfə sevmir ki. Və Röya çox gözəl bir söz vurğuladı ki, eyni zamanda əgər bizim qəlbimiz, ürəyimiz daim döyünürsə, bu sevgidən irəli gəlir. Amma ürəyin də bəzən müalicəyə ehtiyacı var, sakitçiliyə ehtiyacı var. Bu müalicəni bizə kim verir? Relaks, yox, mən elə şeylər sevmirəm. Deyirlər, istirahətə get, biraz uzan, dəli olaram mən. Mən milləti yığıb getmək istəyirəm. Mənim istirahətim mənim dostlarımdır. Bəli. Mahnılarımdır. Məni sevən adamdır. Mənim istirahətim odur. Onda icazə verəsən, mən də dəyərli dostlarımdan danışım. Bu nə qəşəng sözdür, yuxarıdan belə eləyirsən. Bu Azər deyir mənə və hər dəfə mənim yadıma salır ki, dəyərli dostlarım vaxtıdır. Söhbət dəyərli dostlardan düşüb də icazənlə bir dənə Medera Hospitalı dərin təşəkkürümü bildirim. Və nəzərinizə çatdırım. Ona görə deyirsən, geçsinlər ürəklərini orada düzəltdirsinlər. Təkcə ürəyin deyil, hər nə problemi varsa. Röya, taksidən istifadə edirsən? Deyim, etmirəm, yalan deyərəm, edirəm. Hətta bu yaxın, bir gün, 2 gün bundan qabaq da taksi gətirib getmişəm. Oturmuşuq Tural'la, Əsədovla, söhbət eləyirik, söhbət, belə qəşəng söhbət eləyirik, yəni. Saat 4-dür, ada dedim, dur ayağı gedək, şofer
Mənim də şoferim evlənəndən sonra maşallah hərəsinin arvadı, əri Ailəsi. daha çağıra bilmirəm gecələr. Deyirəm maşınsızsan, hə, taksi çağıraq. Bir taksi çağırdıq. Zənglə də onunla. Ulduz 24-24-də 24, yıxsan lap hə. səhifəli olacaq. Oğlan gəldi, bizi götürdü, mən oturmuşam daldı. O da sataşır ona, deyir ki, hansı musiqiyə qulaq asır? Deyir, mən qurtdan başqa heç kimə qulaq asmıram. Mən deyirəm, o nədir? Deyir, canavar. Yəni, repə qulaq asırmış. Mən heç kim xoşuma gəlmir, deyir, heç kim deyir, yox. Tanımır. Gəldik, dəniz qıranı keçirdi, balaca putka var. O endi ki, Tural, bir dənə siqaret alım gözlə. Bu işıq yandı, söndü, axı maşını. Bu çiriz güzgü gördü ki, mənəm. Dalca, ay Röya xanım, bir dəqiqədə yanın, bir mənim diskimi çıxardı. Aha. Tiramada, bax, bir dənə, budur, bizdədir, başa düşdün. Məsəl üçün, bizdə bu da var, çıxırsan səhnəyə oxumağa bir paltarda, əgər orada bir paltarda qız varsa, ürəyə gedə bilər. Yəni, xoşlamaya bilər, amma xaricdə bir modelyerin paltarını hamı giyinə bilər. Bax. Az o giyindi, mən də giyinmirəm, mən də istəmirəm. Yəni, bu xasiyyətlər də məndə yoxdur, amma xoşuma gələn bir şeydir. Amma sən sözü Taksi, düşünürəm ki, yaxşı ki bu var, ayıq sürücü də olması çox yaxşı oldu. Bu arada sənin rəngində, geyiminin rəngində yəni nəzərə alıram. Bizim xüsusi bir sponsorumuz var. O da kimdir? Gəlin görək. Kimsən sən? Dostum Baksel sizə Ulduzum Sadiqlik proqramından istifadə etməyi təklif edir. Belə ki, əgər bu proqramın istifadəçisi olsaz, o zaman sizə istənilən kinoteatrda, əyləncə mərkəzlərində, müxtəlif 200-dən çox Ulduzum proqramı ilə işləyən məkanlarda imtiyazlar və əlbəttə ki, endirimlər sizə şamil olacaq. Proqrama necə qoşulacaqsınız sualını mənə ünvanlasaz deyəcəm ki, tamamilə pulsuzdur və istənilən Baksel abunəçisi bu proqrama, Ulduzum Sadiqlik proqramına qoşula bilər. Ətraflı məlumat əldə etmək istəyirsinizsə, o zaman 3w.ulduzum.az saytına daxil olursunuz və bütün məlumatları elə bizim saytdan əldə edirsiniz. Bəli. Sənin üzvə işıq verməyiblər, özləri spesial eləyiblər ki, səhər-səhər cəmat qoxsun səndən. Onu Bəşirova demək lazımdır. Bax, soyadı Bəşirov da adı Turaldır, bizim Tural, operator. arada bir işıq yandır. Bax, mən o gün video qoymuşam Ramin Bəşirov, bəli. Bütün dostlarıma zəmçəm ki, bizə gəl. Tez gəliblər. Saat 11-in yarısı, 12-in yarısı. Nə olub? Deyirəm, sən iPhone-u yandır, işıq versən hadi. Biraz bizi buna görə Çağırmışsan. Yox, bir Tez mənim qırmızı qaranlıqda. qalmalı oturdum. Özə ondan qabaq deyirdilər ki, mahnı çıxır, bəlkə oxudum. Yo, heç ara qoymayım mahnını. Özüm gecəylə Instagrama qoymuşum. Yəni, arada bir Amma oxumaq sənin dostların istəyirəm. var, gəlir sənə işıq qoyur da, görürsən, onlar Bəşirov acığı eləyirlər. Ona görə ki, mən deyirəm ki, qaranlıqda mən düşüm. tapıram, sən tapa bilmirsən. Bax. Telefonla çıxar qoy da, bu uşağı niyə səhər-səhər qorxuzursan? Səhər-səhər- Bunu yox, ona baxanları. Aman Allah, utandım. Deyirəm, bir nətər görsənirəm, hamı deyir, yaxşıdır. Deyirəm, düzün deyim. Rizvan deyir ki, biraz üzün düşüb. Hara su düşür? Deyirəm, buradan tükim qaldırım da. Yox, 2 gündür çox ağır iş proseslərdir. Bir filmlə bağlı da var. Ona görə Bakselə istəyərdim ki, hazır olsun bizdən işləməyə. Çünki Röya da bu arada elə təzə geyim. başlayıb da bir işləsinlər. Təklif gəlsin də. Rəqs edək. Nə bilim, biz də az verib çox almaq istəmək var da, o var. Azər deyir rəqs edə Röya. Rəqs edək. Mən danışıram rəqsdən. Onu mu deyir? Nədən Başqa- gəlir gəlsin? Mən Azər heç kimlə Musiqi rəqs gəlir. eləmirəm. Musiqi gəlsin. Musiqi gəlsin. Özdə belə ritmdə kişilər oynamır. Biz oynayırıq. Bir sözle yandı canım, bunu yine göstermedim. Değişse de benim ehvalım deyip gülüp dinlenmedim. Bir sözle yandı canım, bunu yine göstermedim. Değişse de benim ehvalım deyip gülüp dinlenmedim. Değişme gerek yok,
bomboş. Oyundur, oynadık, kapandık, olduk sarhoş. Sil gitsin ne varsa yaddaştan, sil gitsin ben de sildim çoktan. Öyrəşsən də mənsiz həyata, sil gitsin, at gitsin, aldırma. Sil gitsin ne varsa yaddaştan, sil gitsin ben de sildim çoktan. Öyrəşsən də mənsiz həyata, sil gitsin, at gitsin, aldırma. Bir sözle yandı canım, bunu yine göstermedim. Değişse de benim ehvalım değil. Biz isə dəyərli izləyicilərimiz sizinlə sağollaşırıq ki, sabah yenidən gəlir və bazar günü yenidən sizə Oyan Azərbaycan deyirik. Değişse de benim ehvalım deyip gülüp dinlenmedim. Değişmem gerek yok, ben bilmem her şey bomboş. Oyundur, oynadık, kapandık, olduk sarhoş. Sil gitsin ne varsa ya